Damla Nihat klipini deyətdim oxuyacam, trendi birinci şalında. Bu salamlar göndərəndə Damla xanıma. Həmişə də öz sözümlə meyxana deyəcəm, həmişə də ləzzət kimi meyxana deyəcəm, həmişə də meyxana demək ləzzəti var, həmişə də. Həmişə də öz sözümlə də meyxana və ləzzət kimi deyəcəm, həmişə də ləzzət kimi deyəcəm, həmişə də meyxana demək ləzzəti var, həmişə də. Sən xətiri çox istəyirəm işdən Damla xanım, Nihat Damla, yardım Zeynəl Damla, Nihat Damla. Trenin olsun inşallah videosu. Show business məşhurlar, çünki məşhurlar da. Show business kimlər var? Ərəqəmdə dostum hissetməz bunu. Hamı nəyə qeyrağa gedəcək məşhurlara. Qız oğlum o tərif fikrini olsun inşallah. Damla xanım ümmətiyim fanatından pəzikəm. Mahanların zirisi burası meyxanəsi. Damla xanəşərəm. Meyxanə ləzzəti vardır. Damla Nihat, Damla xanım Nihat bəy. Meyxanə ləzzəti var. Dəniz Fıradının haqqında meyxana deyəcəm. Dəniz xanım, sən xətiri çox istəyirəm. İşdən də sənə çoxlu salamlar göndərərəm də. Həmişə də ona fanatlık eləyirəm də. Fanatdan pəzikəm. Sən xətiri çox sevmişdim. Mahanlarını da sevə-sevə qulaq asıram da. Həmişə də öz sözümlə də meyxana deyəcəm. Həmişə də meyxana. Həmişə də kimlə istəsin klip deyət oxuyacam. Məşhurlar var da, tanış sənətkarlar, show businessdə kimlər varsa əlaqəmdə ünsiyyət münasibətimdə dostluğum da olacaq. Hamı ilə ünsiyyətimdə əlaqəm dostluğum olacaq. Klipini deyətim olacaq, işim olacaq. Qız oğlan olsun, fərqi yoxdur ki, klipini deyətim oxuyacam inşallah mində. Mən yavaş-yavaş irəliyə dəstək gedəcəm inşallah. Hamı ilə əlaqəm olacaq, dostluğum olacaq. Meyxanəzədə klipini deyətim, Nihat, Dəniz, Trendi meyxanə etmişəm. Damla Nihat klipini deyətdim oxuyacam, trendi birinci şalında. Bu salamlar göndərəndə Damla xanıma. Həmişə də öz sözümlə meyxana deyəcəm, həmişə də ləzzət kimi meyxana deyəcəm, həmişə də meyxana demək ləzzəti var, həmişə də. Həmişə də öz sözümlə də meyxana və ləzzət kimi deyəcəm, həmişə də ləzzət kimi deyəcəm, həmişə də meyxana demək ləzzəti var, həmişə də. Sən xətiri çox istəyirəm işdən Damla xanım, Nihat Damla, yardım Zeynəl Damla, Nihat Damla. Trenin olsun inşallah videosu. Show business məşhurlar, çünki məşhurlar da. Show business kimlər var? Ərəqəmdə dostum hissetməz bunu. Hamı nəyə qeyrağa gedəcək məşhurlara. Qız oğlum o tərif fikrini olsun inşallah. Damla xanım ümmətiyim fanatından pəzikəm. Mahanların zirisi burası meyxanəsi. Damla xanəşərəm. Meyxanə ləzzəti vardır. Damla Nihat, Damla xanım Nihat bəy. Meyxanə ləzzəti var. Dəniz Fıradının haqqında meyxana deyəcəm. Dəniz xanım, sən xətiri çox istəyirəm. İşdən də sənə çoxlu salamlar göndərərəm də. Həmişə də ona fanatlık eləyirəm də. Fanatdan pəzikəm. Sən xətiri çox sevmişdim. Mahanlarını da sevə-sevə qulaq asıram da. Həmişə də öz sözümlə də meyxana deyəcəm, həmişə də meyxana. Həmişə də kimlə istəsin klip deyət oxuyacam. Məşhurlar var da, tanış sənətkarlar, show businessdə kimlər varsa əlaqəmdə ünsiyyət münasibətimdə dostluğum da olacaq. Hamı ilə ünsiyyətimdə əlaqəm dostluğum olacaq. Klipini deyətim olacaq, işim olacaq. Qız oğlan olsun, fərqi yoxdur ki, klipini deyətim oxuyacam inşallah mində. Mən yavaş-yavaş irəliyə dəstək gedəcəm inşallah. Hamı ilə əlaqəm olacaq, dostluğum olacaq. Meyxanəzədə klipini deyətim, Nihat, Dəniz, Trendi meyxanə etmişəm. Qalınvay Qalik haqqında meyxana deyəcəm. Qalınvay Qalik haqqında meyxana deyəcəm həmişə də. Həmişə də sözümlə də meyxana deyəcəm mən. Həmişə də sözümlə də meyxana deyəcəm. Qalınvay Qalikin onsuz da xodu ləzzət kimi verir. Xod verəndə maşın ləzzət kimi verir. Hamı görür ki, Nihat Qalınvay Qalik sürür. Hamı Qalınvay Nihat kimi Qalınvay Qalik sürürəm də. Həmişə də sözümlə də meyxana deyəcəm də. Öz sözümlə də meyxana deyəcəm həmişə də. Özünün kimi ləzzət edir bu meyxananı deməyə. Həmişə də bu istedadlı uşaqlar yavaş-yavaş zirvələrdə olmağa çalışıram. Həmişə də Qalınvay Qalik
mənə ləzzət eləyir. Qalanvayın kod verir ləzzət kimi. Qalanvayın sürünə ləzzət var. Meyxanaya ləzzət var. Gözümden, efendim güzellik seni sevmekte.